Bugün Azərbaycan özünün hüquq sahəsindəki bir sıra nailiyyətləri ilə diqqət çəkir. Həyatın elə bir sahəsi yoxdur ki, yəni o hüquqi normativ aktdan tənzimləməz. Biz düşünürük ki, bu veriliş vətəndaşlarımız üçün faydalı olacaq. Polis şöbəsinin müvəqqəti saxlama təcridxanalarına aparılarkən onlara hüquqları izah edilirmi? Onun öz vəzifəsidir ki, o təqsirlənən şəxsi vəkillə təmin eləsin. Milli qanunvericiliyin tələblərinə uyğun hazırlanan qanun layihəsi hesab edirəm ki, gələcəkdə vətəndaşlara hüquqi yardım göstərilməsi sahəsində öz təsirini göstərəcəkdir. Qanun layihəsində, yəni bayaq qeyd etdiyim kimi, qanunda olan müxtəlif boşluqlar öz əksini tapır. Bax, bu hüquqi savadsızlığın kökündə nə dayanır? Niyə vətəndaşlar hüquqi baxımdan maarifsizdir? Hüquqşünaslar bu qanun layihəsi əsasında vətəndaşlara pulsuz hüquqi yardım göstərməyin səviyyəsini yüksəltməyə çalışmalıdırlar.